Avropa Parlamenti Ukraynaya dəstək məqsədi ilə 90 milyard avroluq nəhəng kredit paketini bugün təsdiqləyib. Maliyyə resursları tükənmək üzrə olan Kiyev üçün bu yardım böyük əhəmiyyət kəsb edir. Çexiya, Slovakiya və Macarıstan kreditin verilməsində iştirak etməməyi seçiblər. Avropa təmsilçimiz Elzar Ağayev indi bizimlə birbaşa bağlantıdadır. Elzar, salam və bu ölkələrin kənarda qalması yardımın çatdırılmasına, eyni zamanda da Avropa İttifaqı daxilindəki ümumi siyasi birliyə necə təsir eləyə bilər? Efirdəsiz. Salam, axşamınız xeyir. Yardımın çatdırılmasına yəqin ki, elə bir təsir göstərməyəcək. Çünki fikir ayrılıqlarına baxmayaraq 24 Avropa İttifaqı ölkəsi bu vəsaitin Ukraynaya verilməsini artıq razılaşdırıb. Belə vəsaiti də onlar təmin edəcəklər. Amma Avropanın daxilində siyasi birliyə mütləq təsir göstərəcək. Elə Ukraynaya maliyyə yardımının göstərilməsi məsələsi müzakirəyə çıxarıldıqdan dərhal sonra Avropa İttifaqı daxilində həmrəyliyə mənfi təsir göstərməkdədir və yəqin ki, bu təsir davam edəcək. Amma fikir ayrılıqlarına baxmayaraq Avropa Parlamenti böyük səs çoxluğu ilə 485 parlamentarinin lehinə, 140-nın əleyhinə səs verməsi ilə Ukraynaya 90 milyard avroluq yardımın göstərilməsini təsdiq etdi. Bu yardımın 60 milyard avrosu Ukraynanın müdafiə xərclərinin artırılmasına, təmin edilməsinə və müdafiə qabiliyyətinin gücləndirilməsinə sərf ediləcək. Daha 30 milyard avro isə büdcə xərclərinə sərf ediləcək. Bu vəsaiti Ukrayna yalnız Rusiya Ukraynaya bərpa və kompensasiya xərclərini nə vaxtsa ödədikdən sonra, təmin etdikdən sonra Avropa İttifaqına qaytarmalıdır və vəsaitin qarşılığında Avropa İttifaqı Ukrayna qarşısında yalnız bir şərt qoyur: demokratik islahatların davam etdirilməsi və korrupsiya qarşı mübarizənin intensivləşdirilməsi. Qeyd edim ki, bu məsələ hələ dekabrın 18-də Avropa İttifaqı Şurasının iclasında Brüsseldə ciddi qızğın müzakirələrə səbəb olmuşdu. O zaman sizin də artıq qeyd etdiyiniz kimi Çexiya, Macarıstan və Slovakiya xaric digər 24 Avropa İttifaqı ölkəsi belə bir yardımın göstərilməsinə razılıq vermişdi 2026-2027-ci illərdə və Çexiya, Macarıstan və Slovakiya bu yardımda iştirak etmir. Digər Avropa İttifaqı ölkələri isə bu vəsaitin toplanmasında, ortaya çıxmasında iştirak edəcəklər. Qeyd edim ki, Avropa İttifaqı ümumilikdə müharibə başladıqdan sonra Ukraynaya 193,3 milyard avroluq vəsait yardım göstərib. Amma bu kifayət deyil. Ukraynanın daha böyük vəsaitə ehtiyacı var. Məhz buna görə də son günlər yenidən həm mediada, həm də siyasi dairələrdə Rusiyanın Avropa banklarında dondurulmuş vəsaitlərinin Ukraynaya cəlb edilməsi, Ukraynaya yönləndirilməsi məsələsi gündəmdədir. Amma bildiyiniz kimi bu istiqamətdə vəsaitlərin böyük əksəriyyətinin yerləşdiyi Belçika bunun əleyhinə çıxır, buna razılıq vermir. Məsələ də elə burada dalına dirənərək qalıb. Mövzu ilə bağlı son xəbərləri Brüsseldən Avropa Parlamentinin qarşısından çatdırmağa çalışdıq. Söz sizdə. Elzar, təşəkkür edirik ətraflı məlumat üçün.